Ay İmran, çox sağ ol. Əziyyət çəkdim bala. Xoş da Əminə xala, borcumuzdur. Larisa. Salam. Necəsən afaq? Mama, Hə? Mənim telefonum evdə qalıb. İndi götürürəm də. Gəlirəm sonra. Siz gözləməyin də, keçin içəri. Afaq indi gəlir gedirik. Yox, mən biraz təmiz hava alım. onda mən qalxım Raulun Qalx. yanına. Sağ olun. Sağ ol. Ayma. Ay qızım, telefon yoxdur. Larisa içi be. Nasıl elə şey olmaz? Allah haqqı, mənə danışanda iyi vurdu. Bu da təzə çıxdı. Kamil, Hə? oğlum bura gəl. Qapını ört. Deyəsən içmisən, hə? Hə, mama. Qanım qaraydı, dedim biraz içim, fikrim dağılsın. Arvadın da səni rumka-rumkaya vururdu, hə? Göz özəliyib üzümə baxırsan. Bəlkə yalan deyirəm. Yox, mama, məsələnin boyda şişirmə, yazıq ma görə işdi. O da 2-3 damcı dudağını ıslatdı və sağ. Plekanı çıxanda 9 yazırdı. Dudaq ıslatdı nədir? Bu da təzə çıxdı. Vallahi mən özüm şişirmə. Allah hamd olsun deyirəm. And içmə. İçkili and içmə, günahdır. Bax, gözümlə gördüyümə inanım, yoxsa sənin dediyinə? Yaxşı, mama. Bağışla. Bir olur, bir də olmaz. Ay, sağ ol. Mən də istəyirəm ki, bu bir daha olmasın. Yaxşı kişi olmaq istəyirsənsə, arvad apar, müsəlmanlığı qəbul eləsin. Ay, mama. Bu barədə sonra danışarıq, indi içmirsən. Çay içirsən? Bacın gedəndə təzə dəmləyib, gətirin bir stəkan iç. Elə bil həyat qapısının səsi gəlir. Mama, eşitmədin? Yox, fikir vermədim. Bilirəm, gözləmirdiniz. Amma biz fikrimizi dəyişmişik. Burada yaşayacağıq. Nə səni, nə də uşaqlarım. Buradan qovan yoxdur. Gəlibsən, əcəb eləyib gəlmişsən. Bu saat qalxın yuxarı. Mən onları götürüb apararam. Yox. Hamımız burada yaşayacağıq.
Hə. Hamımız bir damın altında yaşayacağıq. Gülərə. Sizin hörmətinizi həmişə başımdan yuxarıda tutmuşam. Amma gəlin pərdəni ortadan götürməyək, yaxşı? Çıx yuxarı, onu bura çağır. Dilarə. Gəl abırsızlıq eləməyək. Edam kürsüsündə oturan adam asqıranda ona sağlam ol demirlər. Cəhənnəmə xoş gəldin. Deyəsən bizsiz gününüz çox xoş keçirmiş. Hər axşam da yeyib içməkdəsiz, hə? Dalaşmışam. Sonanın oğlu dedi, atan hansı arvadını çox istəyir, mən də götürmədim, vurdum onu.
Axşam elə vəziyyətdə idin ki, dərinə getmədim. Uşaqlarımız da böyükdür da. Hər şeyi başa düşürlər. Belə olmaz Dilarə. Vallah belə olmaz. Mən Larisiyə tapşırmışam. Hazırlaşdım, götürüb aparıram başqa evə. Sən istəyirsən ki, biz ayrılaq? Yox. Əgər elə fikrim olsaydı, heç Rusiyadan dönməzdim geri. Əgər ayrılmağımızı istəmirsənsə, o burada qalacaq. Əgər onu buradan aparsan, həmin gün məhkəməyə ərzəmi yazacağım. Farizlə Nərgiz də məndən gedəcəklər. Yox, əgər o Rus buradan gedəcəksə, bir dəfəlik getməlidir. Nərgiz qızım, mənim çayım soyuyub, bunu değiş. Nərgiz, mənim çayım nə oldu? Soyuq idi. Simməyə qoymuşam. Əgər Dilara girməsə desə, əhəmiyyət vermə. Hirsli başda deyilən sözdür. Bir-iki gün keçsin, sakitləşəcək. Sonra da mən sizi götürüb apararam o bir evə, yaxşı? Raul üçün problem olmaz. Daha yoxdur, o boyda da yoxdur. Все равно da детский садик olsaydı yaxşı olardı. Belə alınmayacaq. Bilmirəm, axşam sən o sözünə fikirlə dedin. Amma siz iki ailə bir evdə yaşaya bilməzsiniz. Öyle Kamil. İşe açsız gedir. Qınamaq da olur. Necə otursun süfrə başında? Bunu evlənməmişdən qabaq fikirləşmək lazım idi.
Bax, ona görə deyirəm. Siz bir evdə yaşaya bilməzsiniz. Yox. Bir evdə yaşayacağıq. Bilirsən nəyə görə? Orası bilmirəm. Amma qoy Kamil də mənim kimi əziyyət çəksin. Özü də balalarının qabağında. Nənə iştahın qaçdı yoxsa çay süzüm? Nədir? Belə olmaz baba. Olacaq! Mənə bundan betər olacaq! Yürüyüşlərisiniz bilmə! Gedəsin otaqdan! İstəyirsən mi de? Sevimli qaynımın yanında kal! Bu mənim otağımdır! Bu otağa girməyi sənə qadağan edirəm! Nergis, öz otağına git. Sen de gidene yemek yiyin. Ayıptı. Evde yad adam var. İki arvad bir evin içində. Bu nətər olacaq? Hayda. Yəqin bu saat evdə vəziyyət o qədər də fərqli olmaz. Bəlkə qayıdasan evə? Fariz də maşallah böyük oğlandı. Birdən nəsə eləyər. Yaxşı. Mama evdə nəsə olsa zəng elib deyə. Bir də ki, bilsən nətərdir. Uşaqla üz-üzə gələndə əzab çəkirəm. İstəmirəm aradan pərdə qalsın. Dilara'yla danışmaq istədim. Alınmadı. İndi gərək bir 3-4 gün gözləyəm ki, onun birisi olsun. Bura bax, necə bilirsən? İndi gedib Əbdülə desəm ki, Dilarə Larisanı bağışlayıb. Yəni hamı deyib, o da başa düşüb ki, oğlan olub, keçən keçib. Səncə Əbdül nə deyər? Yusif, mən nə bilim Əbdül nə deyər. Elə mənim üçün çox maraqlıdır Əbdül. Baxma da, əsəb adamdır, beyni qandır, hirsli başı nə istəsən eləyər. Yəni demək istəyirəm ki, görəsən Əbdül nə deyər? Bilmirəm. Bayaq Sevdiyə zəng eləmişdim. Dedim ki, Dilara qayıdıb evə. Söz ağzımdan çıxmamış, dedi, gedirəm Əbdülün yanına. Deyəcəm ki, Dilara Larisanı qəbul edib. Deyir, 100% əminəm ki, Əbdül eşidən kimi Dilara'dan küsəcək. Kamil,
Bizə nə lazımdır? Bizə lazımdır ki, aranı sakitləşdirək. Məncə Sevdəçinin də evdə olmaz. Yəqin Əbdülün yanındadır. Yaxşı, mən də gedim ora. Dedim ki, Allah xəbərin olsun. Bilmirəm Yusif, nə istəyirsən onu da elə. Bilmirəm, heç də bilmirəm. Yaxşı. Hələlik. Bu da ağsaqqal. Məni dərd götürüb ki, 2 arvad bir evin içində indi görəsən neyniyirlər. Sən gözümün qabağında cəhənnəm əzabı çəkisən. Bu Əbdül davasıdır. Sevda belə gəldi, sevda belə getdi. Nə biləm Allah. Əşi nəysə, bunları qoyaq bir qırağa. Sən Dilarəyə dedin, Larisanı aparım o bir evə. Hı? Nə dedi? Nə deyəcəyim Muran, deyir elə şey olsa, məhkəməyə ərizə verib boşanacağım deyirsən. Söz dedi. Başlanğıcı yox, eləyər. Eləyər. Eləyər eləsin də, ayrılsın. Ayrılmaq nədir, dəli olursan sən? Böyle şey ola bilməz, onu yadından çıxar. Onda bunun bir həftə ömrü var. Larisa qayıdacaq geri. Sən düz deyirəm. O boyda zurna qavala Larisa dözməz. Bilirsən evdən indi nə həngamə var? Doğrudan Kamil. Larisa getsə neyniyərsən? Bunu tutalım laf elə sabah. Raulu da götürüb gedir. Sən nə danışsan? Getmək söhbəti yoxdur. Hara gedir? Gedər, geri qaytararam. Hə, mənim uşağım mənim gözümün qabağında böyüməlidir, İmran. Bil onu. Vəssalam. Onda bu xəmir hələ çox su aparacaq. Sen otur çöreğini yemin özüm. Alo. Dilarə, sənsən? Bəli, mənəm. Kimdir danışan? Fuadın anasıdır. Hə, Şəfiqə, buyur, eşidirəm səni. Ay Dilarə, bilmirəm, xəbəriniz var, yoxsa yox. Fuadla Nərgiz görüşüblər. Nə danışırsan? Harada görüşüblər? Xahiş edirəm, adını heç yerdə çəkmə. Sona görüb. Onu da bilirsən də, ağzında söz qalmır. Gəlib deyəndə yalvar yaxar eləmişəm ki, sən Allah heç kəsə demə. Gedib orada-burada danışsa, nə sizin üçün yaxşı olmayacaq, nə də bizim üçün yaxşı olmaz. Harada görüşüblər? Nərgiz səhərdən axşama kimi evdən bayıra çıxmır. Yox, xata bizimkindədir. Eyvandan danışıblar. İstədim Teymana deməyəm. Sonra fikirləşdim ki, başqa yerdən işlər, söz-söhbət böyüyər. Danışıb bir təhər sakitləşdirmişəm. Götürüb Kamilə zəng eləmək istəyirdi. Telmanı da bilirsən də, Dilarə, tərsin biridir. Xahiş edirəm, mən Fuada nəzarət eləyəcəm. Sən də Nərgizə tapşır. Yaxşı, Şəfiqə, oldu. Nə deyim vallah, qismət beləymiş. Sağ ol, yaxşı oldu. Sən Allah bağışla. Nərgiz Fuadla görüşüb. Şəfiqə elə dedi. Nə vaxt?
Nərgiz! Deməli Dilarə deyib ki, Larisanı o evə aparsan mən çıxıb gedəcəm. Bəli. Ağsaqqalın planıdır da. Sevda ilə əl-ələ verib, Dilarəni elə instruktaj eləyiblər ki, gəlib məsələni sərt qoyub. Özləri yaxşı bilir ki, iki arvad bir evdə yaşaya bilməz. Hesablayıblar ki, 5-10 günə Larisa başını götürüb qaçacaq. Ta ağıllarına gəlmir ki, belə şey olsa, səhərsi günü Kamil onun dalından gedəcək. Kamil belə dedi. Bəli, deyir uşağım görək yanımda olsun. Yazıq, neyləsin? Uşaq istəyəndir də Kamil. Yaxşı səndir. Adını belə qoyur da. İndi nə eləməlidir? Deməlidir ki, var dövləti əldən vermək istəmir. İndi öz aramızda Larisa eşqinə düşməyinin də səbəbi təkcə ala gözlər deyil axı. Öz aramızda. Sənin də bu işlərdə az əməyin olmayıb ha. Bura bax. Qardaşın universitetdə evlənir. Ananla sən xeyir-dua verirsiniz. İndi xeyirdirmi? Mən günahkar oluram. Yaxşı. Qızışma. Otur. Yaxşı. Bura bax. Birdən gedib Dilarənin tərəfini saxlayarsan ha. Dünyanı da axtaram. Ağıllı olmaq lazımdır. Ağıllı. Ağıllı olum neynimə? Gedim deyim ki, yaxşı eləyibsən. Arvad ağıllıdır da. Şuur işləmir ki. Qadasını alıb. Belə demək yaxşı idisə, o başına and içdiyiniz ağsaqqal da belə eləyərdi də. Yusuf nə eləyib ki? Gecə ilə gedib Larisanı gətirir. Kamilə də deyir ki, xahiş edirəm mənim maşınımda gedək. Yaxşı. Bilirsənmi nəyə görə eləyib? Niyə? Saqqalı lapuğa ağartmayıb. O yaxşı qanır ki, var dövlət Larisanındır. Qızın yanında yerini şirin eləyir. Sən də həmin mövqeyi tut. Birini nala vuranda, birində Mixail işləyir. Dilarənin halına yan, Larisanın da xətrinə dəymə. İngilis siyasəti. Başa düşdü? Ay bərəkət. Özə sənə bir söz deyim. Bunun 40 gün müddəti var. Sabah bir gün Dilarə biləcək Ursetdə nələr olub. Kamil evlənəndə ananla da, sənlə də məsləhətləşib evlənib ha. Elə həmin gün Dilarə sənə dirsəyini göstərəcək. Yadında saxla. Ona görə də ağıllı olmaq lazımdır. İndidən Larisanın yanında yerini şirin elə. Bizə qalan axırda Larisa olacaq. Dilarədən bizə pəpə yoxdur. Danışmaqdan boğazım qurudu. Get bir stəkan çay gətir. Sən Fuadla görüşmüsən? Yox. Şəfqə yalan deyir. Belə görüşməmişəm ana. Eyvana çıxmışdım. O da qonşu balkondaymış. Sənin də heç nədən xəbərin yox imiş, hə? Yaxın gəl. Bura bax gör. Sən saxla. Ana. Dedim ki, saxla. Otur. Gəl. Qızım ayıb daxı. Onsuz da atan yandırıb yaxıbanımızı. Olan qalan adımızda sən batırma. Eşdən bilən nə deyər? Sən zəng eləmişdin o. O. Elə belə də bilirdim. El elə ki, bundan sonra bu söhbətə qayıtmayaq. Yaxşı mən balam? Nə olub?
Elə eləyin ki, heç Kamil də bilməsin. Eşitdin Fariz? Hanı telefonun? Götür onu. Bir. Bir dəqiqə. İndi yadıma düşdü. Hanı üzüyün? Nərgiz. Nişan üzüyün hanı? Yuxarıda. Get gətir. İndi ağlıma gəldi yəni. Biz axı üzüyü qaytarmamışıq. Bəlkə də anası deyib ki, Fuada get üzüyü götür, onun da üzü gəlməyib. İndi də yığıb eyham vurur. Mənim kişi balam. Gedim aparım üzüyü. Fariz. Hə? Amma el elə ki dava şava çıxmasın. Əşi, nə dava, yaparım soxsunlar gözlərinə. Sən məni adam yerinə saymırsan, Dilarə. Niyə ki? Mən sən adam yerinə sayıram. Sadəcə hörmət eləmirəm. Amma bax o birini adam yerinə saymıram. Sən doldurdun onun beynini, eləmi? Ayaçlav. Dilarə bəyəm uşaqdır, mən onun beynini doldurum. Az səndə elə dillər var ki, sən ilanı yuvasından çıxardarsan. Mən səni tanımıram be ya. Nətər adamsan sən? 2 uşağı var, yazıq neynəməlidir? Az 8 il neynirlər, eləsin neyin don. Belə qanırsan da, belə qandığın üçün ayrıldın da. Əzəzə Ayrıldın, nə qazandın? Nəsə qazanmısan? Uşağın atasız böyüyərək yaxşıdır. Az o ayrı, bu ayrı. Əlini qolunu açma! Nə dayrı? Nə dayrı? Sən ailəni nədən ötürü dağıtdın? Qaynın kimlə yaşayır, necə yaşayır, özü bilər. Geçsin dərdini, dədəsi çəksin, nənəsi çəksin. Sənə qalıb dava dalaş salmaqla deyil, dil tapmaq lazımdır. Ağıllı olub məndən ötürü. Sən belə gicbəsəsən, Kamil də elə eləyib. Qarışma, özləri bilərlər. Dilarə bilər, Kamil bilər. Yenə əl-qol ölçə nə danışırsan? Lap dirijora oxşuyurdun. Keç görüm. Salam. Ay düzdür Yusuf bu. Qayıdıblar ki. Bu boyda yalan olar. Ay bu hansı ağılla qayıdıblar? Hə, qardaşı dörsən. Göd özün maraqlan da. Ay qurtardım mən onlarla. Səni qurtardım mən. Çətinin qapılarında bir xeyir iş olana candı. İçəndən sonra yenə duz kimi yalayacaq Farizlə Nərgizi. Az çıx bayıra. Yusuf, sən ölənləri ruh götür apar bunu buradan. Keç maşına. Keç yeri. Çıx get buradan. Əbdül. Zarafatsız Əbdül, mənə bax. Biz bu işə qarışmasaq yaxşıdır. Uşaq deyirlər ki, özləri danışıb hər şeyi yoluna qoyacaqlar. Dava şav eləmək lazımdır. Ay, Yusuf. Bu adam mənim bacım Dilarə. Ərinin ikinci arvadını qəbul edibsə, mənim orada nə itim azıb? Can onun cəhənnəm Allah'ın. Səni tüpürdüm mən onlara. Vəssalam. Hələlik. Görüşərik, sağ ol. Salam canım. Nə var, nə yox? O gördüyün Dilarədən əsər əlamət qalmayıb. Hə. Bax, elə bir başqa adamdır. Nə danışır? Qızı elə bir dəyişiblər. Heç inanmazdım ki, mənə elə üz göstərsin. Deyirəm, bəlkə Kamil deyib. Nəyi? Lariza qəzabında bizlə məsləhətləşməyini də. Az yox az. Desəydi bilərdim də, xəbər eləyərdi mənə. Hə. Deyirəm ki, hələ bu Dilarə bilmir belə eləyirik. Bilsə gör, neyniyəcək? Qınamayı, biz də quyruğun biz tapdamışıq da. Nərgiz.
Eyvanda Fuadla nə danışdınız? Niyə çağırmışdı sən eyvana? O nə sözdür ki, sənə telefonda demir, çağırıb, eyvanda deyir. Atasının əvəzindən üzr istədi. Dedi ki, üzüyün qaytarılmağından xəbərsizdir. Sən də inandın. İndi sən mənə demək istəyirsən ki, barmağından nişan üzüyünü çıxardıb gətirirlər. Fuadın da xəbər olmur, hə? Yatanda çıxardıblar barmağından. Mənə dedi ki, üzgüçülüyə getmişdim. Ona görə də üzüyü evdə qoymuşdu. Mən də istəməzdim belə olsun. Mən də Fuadla üzə gəlməyə çətinlik çəkirəm. Amma niyə? Atası qaytardı da nişan üzüyü. Gedib indi yalvarası deyilik onlara. Dilarə, valla oturmuşam yanında, amma heç söz tapa bilmirəm. Nə deyim mən sənə? Hardan baxsan sən haqlısan, nə desən haqlısan. Dəhşət bilirsən nə Dafaq? Nərgizin nişanı qayıdıb. Özün görsən uşaq nə aldadı. Fuadla da bir-birlərini çox istəyirdilər. Dəhşət odur ki, mən bu boyda hadisəni, bu boyda problemi öz ərimdən oturub dərdləşə bilmirəm. Bilirsən, mən bu evə niyə qayıtdım? Orada qonşuların üzünə çıxa bilmirdim. Kamil də, nə bilim, bəlkə evlənəndə bu qız aldadıb, danıb evli olduğunu. Amma ən azından bura gətirəndə hər şeyi yəqin ki, açıb deyib. Bəs bu hansı ağından durub bura gəlirdi? Dilarə, başıma dönüm, bilirəm, haqlısan, nə desən haqlısan, düz deyirsən. Amma özün görsən ki, evdə hər şey qarışıb bir-birinə. Başıma dönüm, mama ilə yaxşı rəftar elə, nə olar? Afaq, bəs sən nə vaxt xəbər tutmuşsan? Nədən? Qardaşım Rusla evlənməyini deyirəm. İmran dedi mənə. İmrandan eşitdim. Nə vaxt dedi? Elə 2-3 gün olar siz bu evə köçəndə. Evə köçəndə dedi mənə. Anan sənə də deməyibmiş. Nəyi? Nə qədər laqeyd olasan ki, bu boyda hadisəni bir ay müddətində hamıdan gizlədəsən. Hamıdan gizlədə biləsən. Sən də istəyirsən ki, mən onunla mülayim olum, hə? Мам, почему ты плачешь? Что-то мой миленький, я не плачу. Abla, səhərdən çaxıram, düşmürsən aşağı. Gərək çoxsa çayla şirniyyat ye. Yaxşı, çox sağ ol.
Salam. Salam. Cəmilə xanım burdadır. Xeyr, Cəmilə xanım işdən çıxıb. Nə lazım idi? Siz burada işləyirsiniz? Bəli. Mənə Fuad lazımdır. Hansı Fuad? Fuad da mağazanın sahibi. Hə, Fuad mənim elə gəlməyib. Nəsə lazımdır? Tərənə xanım, mənim sizdən bir xahişim olacaq. Zəhmət olmasa mənim nömrəmi götürün. Bu üzüyü Fuada çatdırın. Deyin ki, fariz verdi. Bir də imkan varsa, Fuad üzüyü götürəndən sonra mənə zəng edib xəbər eləyim, mən bilim ki, üzüyü aldı. Oturub gözləyin. Fuad müəllim özü indilərdə gəlməlidir. Bilirsiniz xanım, mən Fuadla üzə gəlmək istəmirəm. Kömək eləyərsiniz. Olar. Zəhmət olmasa telefonunuzu verin, nömrəm yazın. Sağ ol Dilarə, yemək çox ləzzətli idi. Nuş olsun. Yığışdırım süfrəni. Hə, qızım, yığışdır. Dilarə, gedək qonaq otağına biraz dərdləşək. Hə? Gedək. Nuş olsun, mama. Nərgiz bibi qurban, bizə 2 stəkan çay gətir. Yaxşı. Faris hardadır, yoxdur? Şəfqəgilin gətirdiyi üzük bizdə qalmışdı. Apardı ki, onu qaytarsın. Doğrudan deyiblər, adamın ağlına gəlməyən başına gəlirmiş. Gətir qızım. Ay sağ ol. Nərgiz, sənə nə oldu? Qənd qabı. Qənd qabı anam. Buradadır qənd qabı. Yəqin danışığımızı eşitdi. Vay vay. Yazıb uşaq. Anam pişirdi yemek.
səhv elədik. Gərək əvvəlcədən deyəydik. Buyurdu, ne onu o kadar içmeye? Ay yeməyə getməmişdi ha. Konkret işməyə getmişdi. Dedi gedək oturaq. Həm evə gec gedim, həm də sərxoş gedim. Konkret evdəkilərlə üz-üzə gəlmək istəmir. Nə vaxta qədər belə olacaq? Həmişə elə içib gedəcək evə. Nə bilim, onu sabah özündən soruşarsan. Sabah gedəcəksən də ora. Ha. Orada nə var, nə yox? Vəziyyət çox pis. Niyə? Analı balalı müharibəyə qalxıblar hamısı. Uşaqlar da. Ha, Dilarə yemək bişirmişdi. Oturduq hamımız yedik.
Nərgiz götürdü yeməyin qalanını apardı, tökdü zibil yeşiyinə ki, Larisa yeməsin. Gör də. Xalası ilə xalası arvadı doldurub da uşağın beynini. Xalası arvadı nə da İmran, nə danışırsan? Az Yusifi deyirəm də. Hə. Sevda çıxıb oturub onun başında nə əmr eləyir, o da onu yerinə yetir. Demə də. Dilarə ilə nə danışdın? Nə danışacağım? Dilarəni bilmirsən. O dedi, mən eşitdim heç nə. Və ucundan qulağından demədin, belə olmaz. Bir yerdə yaşamaq mümkün deyil. Birdən Larisa acaq eləyib gedər. Kamil də durub onun dalıyca gedər. İmran, hələ Dilarənin heç nədən xəbəri yoxdur, mama ilə belə sərt davranır. Gör, hələ bilsə başqa nə edər? O ki qaldı Kamilin Larisanın dalınca getməyinə, ayrılmaq nədir? Bütün ev eşiyi yandırıb gedər. Ay sağ ol. Bax indi mən deyənə gəldin. Deməli, afaq. Dilarə ayrıldı, ayrılmadı, bizim üçün fərq eləmir. Sabah biləndə nə səni, nə məni yaxın qoymayacaq. Bizə qalır Larisa, ona can qurban. Deməli, nə qədər ki, qardaşının evində arvad davası gedir, biz vəziyyətdən düzgün istifadə eləməliyik. Larisanın tərəfini saxlayıb, özümüzə hörmət qazanmalıyıq. Başa düşdün? Ürəyim. Başa düşdüm. Onda ürəyim burada. Sən belə elə. Sabah Larisaya bir qazan yaxşı yemək pişir apar. Nətər deyirəm? Neynirsən burada? Kəmil biraz çox içib. Şərbət istədi. Bu nə geyimdi geyinmisən? Nə? Səni bir də bu geyimdə görməyim. Başa düşmədim. Nəyi başa düşmədin? Sən niyə mənə əmr edirsən? Xahiş eləməliyəm. Давай не будем драматизировать. Səni bir də bu geyimdə görməyim. Dilara, хватит. Eşitdin? Dilara, хватит. Eşitdin nə dedim? Хватит! Успокоилась? Səni bir də bu geyimdə görməyim. Хорошо.
deyil. Sabahın xeyir mama. Sabahın xeyir bala. Niyə mən tezdən durmusan? Nə qırılıb belə? Bilmirəm. Gəldim, gördüm yer şüşə qırıntıları ilə doludur. Yəqin gecə qırılıb. Bu qavqaşıqda dünəndən qalan olar, ha? Bunlar boş şeydir. Çörək yeyirsən. Gəl. Yox, gedim. Buyur.
Kamil salam. Nə yaxşı tez gəlibsən? Salam Emran. Axşam babat vurmuşdun. Dedim yəqin gec gələrsən. Hə. Afaq zəng eləmişdi. Bağçanı danışıb, nə vaxt istəsən Larisa ilə Raulu apara bilərsən. Hansı bağçanı? Bizim evin yanındakı bağçanı. Bilsəydim uşaqları götürüb gələrdim. Mən gedirəm də sizə. Gətirim. Sən nə yaxşı yedirsən ki bizə? Afaq biraz yemək hazırlayıb sizə. Onu aparmalıyam. Afaq. Bizə niyə yemək hazırlayır ki, başa düşmədim? Kamil, ürəyəm qurban. Nə bilim, deyir, dünən Nərgiz Larisanı yemək yeməyə qoymayıb. Qazanı boşaldıb zibil qabına ki, anam pişirən yeməkdən siz yeməməlisiniz. Belə şeylər olacaq. Sən fikir vermə. Gedim uşaqları mən gətirmirəm. Bir də İmran, bizə bir qulluqçu tap. Yeməyə görə deyirsən? Fikir, bunlar hamısı boş şeydir. Bir-iki günə dil tapacaqlar. Səhər evdən çıxıram, baxıram ki, mamam qavqacı ağrıyor. Əl-ayağı təmiz bir nəfəri tap. Məsələn, qutar deyətdir. Nə tər məsləhət? Larisa, Raulu da yeyindir gəlirəm. Какое солнышко! Какая хорошая погода! Hörmətli nənə. Sabahın xeyir. Desək eləməz. Bu başqa böyükdə böyüyü baxı. Gözün açıb elə görüb. Bilmir. O bilənə kimi mənim uşaqlarım nabırı gedəcək. İstəyirsən gedim deyim paltarını dəyişsin. Səhər başqa paltar geymişdi. İndi də girdi otağa başqa paltarla çıxdı. Bu nə eləmək istəyir? Mənə acıq verir? Yox, Kamil dalıcan gələcək. Uşağı bağçaya qoyacaqlar. Onda içini demə. Qoy gəlib Kamil də görsün.
Nahaq təsdiq edirsən. Ayrı yaşasaz belə problemlər olmaz. O nə? Fariz! Fariz! Deyirsən ağalar! Fariz! Larisa, uşağı da götür gəlin. Fariz! Fariz! Soliton mağazalar şəbəkəsinin baş sponsorluğu, İstanbul NS Klinika və Şahənşah Tüylərinin sponsorluğu ilə Vicdan Haqqı serialına baxdınız.